Burada bir neçə mühüm məqam var, biz onu nəzərə almalıyıq. Birinci, bugün Ermənistanda vəziyyət kifayət qədər mürəkkəbdir. Həddindən artıq mürəkkəbdir. Yəni, nə mənada ölkə seçkiyə gedir, həm daxildən, həm xaricdən ölkəni qarışdırmağa çalışırlar. Və o mənada bugün Paşinyan hansısa açıqlamaları verərkən bir neçə məsələni nəzərə alır. Bunlardan biri Ermənistanın daxilindəki o ictimai rəy məsələsidir, fikir məsələsidir, yanaşma məsələsidir. Çünki müxalifət hələ də Paşinyanı satqınçılıqda ittiham etməyə davam edirlər və bu müzakirələr Ermənistan daxilində gedir. Ona görə biz zaman-zaman Paşinyandan müxtəlif açıqlamaların verildiyini şahidi olacaq. Çünki baxın, Amerika Birləşmiş Ştatlarında o aparılan danışıqlar, imzalanan sənədlər bizdə nə qədər xoş qarşılandısa, Ermənistanda bu bir mənalı qarşılanmadı. Ermənistanda çox ciddi müzakirələr getdi və müəyyən bir gərginlik də bugün müşahidə olunur. Yəni, birinci məsələnin mahiyyəti ondadır ki, daxili vəziyyət. İkinci, biz nəzərə almalıyıq ki, region dövlətlərinin hamısının bu dəhlizin açılması ilə bağlı fərqli yanaşmaları var. Yəni, bu bir mənalı olaraq Rusiya tərəfindən də, İran tərəfindən də Ermənistana ciddi təzyiqlər var bu mənada. Yəni, Rusiya bir mənalı olaraq bu dəhlizin Amerika Birləşmiş Ştatlarının iştirakı ilə açılmasının qətəliyinədir və İran da fərqli bir yanaşmanı ortaya qoyur. Və eyni zamanda üçüncü məsələ isə, yəni, heç də bütün Avropa dövlətlərinin bizim bu apardığımız siyasətə münasibəti bir mənalı deyil. Yəni, bugün Fransanı Azərbaycan prosesdən tamamilə uzaqlaşdırsa da, Fransa hələ də o köhnə formada öz ampulasında proseslərə davam etmək istəyir. Və orada Paşinyanın bir çox açıqlamalar vardı ermənilərin qayıtması ilə bağlı və mən düşünürəm ki, Paşinyan açıqlamalarını verərkən müəyyən bu amillərin bəzilərini nəzərə aldı. Yəni, xüsusilə Ermənistan daxilində vəziyyət, Avropada proseslər, yəni orada da ona təzyiq var ki, bir tərəfdən biz sizə dəstək göstəririk, digər tərəfdən isə siz hansısa addımları atırsınız və bu mənada. Burada konstitusiya ilə bağlı məsələyə gəldikdə, bu məsələdən Ermənistan imtina edə bilməz. Ermənistan bundan imtina etsə, Ermənistan özünü növbəti dəfə uçuruma yuvarlandıracaq. Yəni, söhbət nədən gedir? Bugün əgər Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyirsə, bugün Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, mütləq şəkildə buna getməlidir. Yəni, bu konstitusiyada olan iddialar, utopik o düşüncələr, maddələr, fikirlər yalnız bizə yönəlməyib. Yəni, bu Türkiyədə qarşı iddialar var və bizə də qarşı iddialar var. Ona görə də Ermənistan hazırki vəziyyətdə müəyyən açıqlamalar versə də, Ermənistan hazırki durumda çox ağır vəziyyətdədir. Yəni, bu vəziyyətdən də onu xilas edə biləcək ölkə Azərbaycandır və Türkiyədir. Paşinyan bu açıqlamaları verə bilər və düşünürəm daha çox daxili auditoriya, müəyyən mənada Avropadakı o müəyyən özünün havadarlarına hansısa mesajları verməyə çalışır, amma Ermənistan bir mənalı olaraq buna getməlidir. Getməyəcəksə sülh olmayacaq və Ermənistan da dalan dövlət olaraq qalacaq. Nə onun Azərbaycanla münasibətləri normallaşacaq, nə Türkiyə ilə. Bu bir mənalıdır. Qaldı ki, Zəngəzur dəhlizi ilə bağlı məsələyə, bu ümumiyyətlə dünyada çox müzakirə olunmaqdadır. Bilirsiniz, dünən Türkiyədə də Təhlükəsizlik Şurası bununla bağlı bir iclas keçirdi. Burada məsələ necədir? Cənab Prezident bir neçə dəfə bu ifadəni işlədi. Bizim üçün bu dəhliz Zəngəzur dəhlizidir. Azərbaycan buna belə yanaşıb. Bu Ermənistanı qızıqlandırırsa, bu Ermənistanın özünün problemidir. Yəni, burada söhbət gedir Tramp marşrutundan, trip marşrutundan, yəni o razılaşmadan gedir. Və o da hazırda dünən Paşinyan özü də açıqladığı kimi Amerika pul ayırıbdır, hazırda müəyyən işlər gedir. Yəni, erməni cəmiyyəti yavaş-yavaş bu məsələyə də alışacaq və bunu da böyük bir problemə çevirmək, mən hesab edirəm, yanlış olardı və zaman-zaman Paşinyanın verdiyi açıqlamalar da
Ermənistan daxilində ictimai rəyi sakitləşdirməyə yönəlmiş açıqlamalardır.